Yanvar ayının 7-si dəyərli izləyicilərimiz, Qəzzaya uğrayan Azal təyyarəsi ilə bağlı anonim sənədi yayılıb. Sənədin gizli hesabatı BT News Telegram kanalına göndərilib. Onun məzmununa görə sənəd Rusiya Federasiyasının İstintaq Komitəsindən götürülüb və Azərbaycanın baş prokurorluğuna ünvanlanıb. İddia olunur ki, Azala məxsus təyyarə Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilməyib, daha sonra isə eniş zamanı yerə çırpılıb. Bu əsasda cinayət işinə xitam verilib. Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür və məntiqli sual yaranır. Rusiya Federasiyasının İstintaq Komitəsi əgər faktiki olaraq günahı hava şəraitinə atırsa, cinayət işini hansı əsasla dayandırır? Nəyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdırlar? Bu arada faciəyə görə məsuliyyəti məhz Rusiya tərəfi daşıyır. Azalın təyyarəsi Pantsir S-1 hava hücumundan müdafiə raketi ilə vurulur və daha sonra sənəddə göstərildiyi kimi hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Bu